Hər vaxtınız xeyirli olsun. Bəli, Bakı məhkəmə kompleksində təqsirləndirilən 15 nəfər Ermənistan vətəndaşın barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir və növbəti baxış iclası keçirilir. Bugünkü iclasda da Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə və işğalçılıq siyasəti nəticəsində xalqımıza və ölkəmizə qarşı törədilmiş çoxsaylı cinayət əməlləri sübutlarla, faktlarla bir daha təsdiqini tapır. Qeyd olunur ki, həmin müharibə nəticəsində Azərbaycanın iqtisadiyyatına və ekologiyasına milyardlarla manat məbləğində ziyan vurulub. Məhkəmə prosesində bütün bunlar sübutlarla, faktlarla, fotomateriallar, video materiallarla bir daha təsdiqini tapır. Qeyd olunur ki, həmin vaxtı Ermənistan Azərbaycanın ərazilərini işğal altında saxladığı zaman Azərbaycanın sərvətlərinin talan olunması, mənimsənilərək ondan əldə olunan vəsait Ermənistan ordusunun, cinayətkar birliyin yaratdığı, formalaşdırdığı silahlı dəstələrin saxlanılmasına, onların silah, sursat və digər ləvazimatlarla təchizatına sərf olunub. Eyni zamanda muzluların kənardan gətirilməsi, saxlanılmasına həmin vəsaitlər sərf olunub. Məhkəmə prosesində qeyd olunur ki, həmin vaxtda Azərbaycanın sərvətləri, yeraltı və yerüstü sərvətləri qanunsuz yolla talanaraq Ermənistan məhsulları adı altında xarici ölkələrə çıxarılıb. Eyni zamanda Azərbaycanın ekologiyasına zərər vurulub. Azərbaycanın florası, faunası, meşə örtükləri, nadir bitki nümunələri, təbiət abidələri məhv edilib. Bütün bunlar sübutlarla, faktlarla məhkəmə prosesində araşdırılır və çoxsaylı sənədlər tədqiq olunur. Qeyd edək ki, proses açıq keçirilir. Təqsirləndirilən şəxslərin hər biri iki müdafiəçi və eyni zamanda onları istəyinə uyğun olaraq tərcüməçi ilə təmin olunublar və onlar dövlət ittihamçılarının suallarını sərbəst şəkildə ifadə edirlər öz fikirlərində. Prosesdə zərər çəkənlər də, çoxsaylı zərər çəkənlər də iştirak edirlər və onlar da məhkəmə prosesində zərər çəkmiş qismində ifadə verirlər. Biz mütəmadi olaraq məhkəmə prosesi ilə bağlı geniş məlumatları tamaşaçıların diqqətinə çatdırırıq. Bugünkü iclasla da bağlı bizim xəbərlərin növbəti buraxılışında geniş reportajımız olacaq. Hələlik isə bu saata çatdıracaqlarımız bu qədər. Söz yenidən sizdə mərkəzdədir. Buyurun.